Onlar taksinin arxa oturacağında oturub danışmırdılar. Əzizə kuklasını sinəsinə sıxıb Məryəmin dizi üstə oturmuşdu. Pəncərədən sürətlə gəlib keçən şəhərin küçələrinə heyrətlə baxırdı. Leyla isə hayana baxırdı, Rəşidi görürdü. Elə bilirdi Rəşid bax o kül rəngli vitrinləri olan dəlləkxanadadır. İndi çıxıb gələcək. Bax, indi o quş əti satılan dükandan çıxacaq. Sonra yerində oturub aşağı çöktü. Onun yanında oturan Məryəm dua eləyirdi. Leyla istədi onun üzünü görsün, amma hər ikisi burkadaydı. Üzləri görünmürdü. Leyla torun arxasından Məryəmin yalnız intizarlı gözlərinin işığını gördü. Leyla xeyli müddət idi ki, şəhərə çıxmırdı. Yalnız bir gün qabaq nişan üzüyünü sələmçiyə aparmışdı. Onda da piştaxta arxasında qorxu hissi onu tərk etmirdi. Amma baş verənlər deyirdi ki, arxaya yol yoxdur. Kabilin şərq tərəfində Pol Mahmud Xan məscidinin yanında Lahor qapısı adlanan avtobus vağzalında avtobuslar səki boyu düzülmüşdü. Çalmalı kişilər bağlama və qutuları, çamadanları ya avtobusun yük yerinə yığır, ya da damında kəndirlə bağlayırdılar. Leyla ehtiyatla yeriyir, kimsənin üzünə baxmamağa çalışırdı. Ona elə gəlirdi ki, burada hamı onlara nə elədiyini bilir. Bilir və onların bu hərəkətini bəyənmir. Bir adam görürsən, Leyla Məryəmdən soruşdu. Məryəm Əzizəni qucağına qaldırdı. Baxıram hələ. Ən təhlükəli iş indi başlanırdı. Onlara qahmar olacaq bir kişi tapmalı idilər ki, qohum kimi qələmə versinlər. 1978-ci ildən 92-ci ilə qədər hiss etdikləri qadın azadlığı dünəndə qalmışdı. Leylanın yadındaydı ki, Babi bu illəri kommunist rejimi dövrü adlandırırdı. 1992-ci ilin aprelində hakimiyyət mücahidlərin əlinə keçdi. Əfqanistanın adı da dəyişdi. Əfqanistan İslam dövləti oldu. Bu dövlətin qanunlarına görə qadın yola çıxanda mütləq qohumu olan bir kişi onu müşahidə etməli idi. Qadın ərinə xəyanətə görə daşqalaq edilməli idi. Amma bu qanunlar hələ o qədər də sərt tətbiq olunmurdu. İndi onlar bir-birini qırmaqla məşğuldu. Bizimlə məşğul olmağa sadəcə vaxtları azdı. Yoxsa daha çox belə qanunlar qəbul edərlər, Leyla deyirdi. Bu səfərdə ikinci qorxulu məsələ o idi ki, Pakistanda onları nə gözləyir? Artıq 2 milyon əfqan qaçqınını qəbul etmiş Pakistan bu ilin yanvar ayında sərhədlərini qaçqınların üzünə bağlamışdı. Leyla eşitmişdi ki, yalnız vizası olanlar qəbul edilirlər. Amma sərhədləri keçmək olurdu. Bu həmişə belə olub. Və Leyla da bilirdi ki, minlərlə əfqan humanitar kanallarla, rüşvətlə ya da bələdçi vasitəsilə sərhəddən keçib Pakistana gəlirdi. Əsas odur ki, Pakistana keçə bilək. Sonra baxarıq, Leyla dedi. O necədir? Məryəm çənəsi ilə birini işarə elədi. Görkəmi nə isə adam inana bilmir. Bəs o, çox yaşlıdır. Həm də yanında 2 kişi də var. Nəhayət Leyla bir kişi tapdı. Kişi parkın girəcəyində burkalı bir qadınla skamyada oturmuşdu. Məni burada gözlə, Leyla Məryəmə dedi. Uzaqlaşanda Məryəmin yenə də dua elədiyini gördü. Leyla kişiyə yaxınlaşanda o başını qaldırdı, əlini günəşin qabağına tutdu. Məni bağışla qardaş, sən peşəvara gedirsən? Bəli, kişi dedi. Sonra gözlərini qıydı. Bizə kömək eləyə bilərsənmi? Bir yaxşılıq elə. Kişi uşağı arvadına verib Leyla ilə kənara çəkildi. Nə eləyə bilərəm, həmşirə? Leyla cürətləndi. Kişinin gözlərində həlim və mehriban bir ifadə var idi. O, Məryəmlə əvvəlcədən razılaşdığı əhvalatı kişiyə danışdı. O duldur, anası və qızı ilə Kabildə tək qalıblar. Peşəvara dayısının yanına gedirlər. Sən mənim ailəmlə birlikdə getmək istəyirsən, eləmi? Kişi dedi. Bilirəm ki, sənə zəhmət olar, amma yaxşı adam oxşuyursan. Mən də səninlə getmək istəyirəm. Narahat olma, həmşirə, başa düşürəm. Kömək eləyərəm. Gedin biletinizi alım. Təşəkkür eləyirəm, Leyla dedi. Bu xeyirxah işdir. Allahın yanında savabdır, dedi. Kişi burada gözlə deyib Leyladan ayrıldı. Vağzala girdi. Yarım saatdan sonra qayıtdı. Qoy sənin biletlərin də hələlik mənlə qalsın, dedi. Avtobus 1 saatdan sonra yola düşür. Saat 11-də. Bir yerdə minərik. Mənim adım Vəkildir. Soruşsalar. Yəqin soruşmazlar, amma soruşsalar deyərəm ki, dayım qızısan. Mənim adım Leyladır. Anamın adı Məryəm. Qızımınki isə Əzizə.
Yadda saxlayaram, uzağa getməyin dedi. Saat 11-ə qalmış əlində meqafon olan bir kişi sərnişinləri Peşəvara gedən avtobusda yerlərini almağa dəvət etdi. Avtobusun hidravlik qapıları səsküylə açıldı. Bir-birini qabaqlamaq istəyən adamlar dəstə ilə tələsik avtobusa yaxınlaşdılar. Vəkil oğlunu götürdü. Leylaya da işarə elədi. Gedirik, Leyla Məryəmə dedi. Vəkil biletləri cavan əskərə verdi. O da onları yarıya kimi cırıb yenidən vəkilə qaytardı. Vəkil arvadını qabağa buraxdı. Leyla gördü ki, o əskərlə baxışdı. Vəkil avtobusun birinci pilləsinə hoppandı. Əyilib əskərin qulağına nə isə dedi. Əskər başı ilə təsdiq etdi. Leylanın ürəyi sancdı. Siz ikiniz uşaqla birlikdə kənarda qalın, əskər dedi. Leyla özünü eşitməzliyə vurdu. Ayağını avtobusun pilləsinə qoydu. Amma bilet yoxlayan onu çiynindən tutub itələdi. Növbədən kənara çıxardı. Sən də, o Məryəmə çığırdı. Növbədən çıx, cəmaatı gecikdirmə. Nə olub qardaş? Leyla dilləndi. Bizim biletimiz var. Qohumun biletləri sizə göstərmədi? Əskər yanındakı girdə sifət, sağ yanağında iri çapığı olan bir əskərə nə isə dedi. O başı ilə təsdiq etdi. Arxamca gəl, Leylaya əmr etdi. Biz bu avtobusa bilet almışıq, Leyla çığırdı. Hiss etdi ki, səsi cingildəyir. Biletimiz var, niyə bizi buraxmırsınız? Siz heç yerə getmirsiniz, bunu başa düşün. Arxamca gəlin. Yoxsa istəyirsiniz uşağın gözü qabağında sizi zorla aparım. Onları yük maşınına apardılar. Leyla çiyni üstündən qandırılıb avtobusa baxdı. Vəkilin oğlu pəncərədən onu görüb sevinclə əl elədi. Torabaz xan kəsişməsindəki polis məntəqəsində onları adamla dolu olan uzun bir koridorda bir-birindən aralı, hərəsini bir koridorun bir başında oturtdular. Aralarında bir stol var idi. Stolun arxasında dalbadal siqaret çəkən, tez-tez də makinada nə isə yazan bir kişi oturmuşdu. 3 saat keçdi. Əzizə gah Leylanı, gah da Məryəmin yanına qaçırdı. Əlində kişinin verdiyi sancaq peçeniyə yeyirdi. Birazdan uşaq Məryəmin dizi üstə yatdı. Təxminən saat 3-də Leylanı dindirmə otağına apardılar. Məryəm və Əzizə koridorda gözləməli oldu. Stolun o biri başında mülki paltarda olan kişi 30 yaşında olardı. Biz bilirik, o sözə başladı və boğazını arıtladı. Sən, həmşirə, bugün artıq bir dəfə yalan demisən. Avtobusdakı adam heç də sənin qohumun zadın deyil. O özü bizə deyib. Məsələ burasındadır ki, görəsən sən yenə yalan danışacaqsan. Şəxsən mən məsləhət görmürəm. Biz daimin yanına gedirik, Leyla dedi. Doğru deyirəm. Həmşirə, koridordakı qadın ananızdır? Bəli, o Herat ləhcəsində danışır, sənsə yox. Çünki o Heratda böyüyüb, mən də burada, Kabildə doğulmuşam. Ola bilər. Sən dulsan, demisən ki, mən dolam. Başın sağ olsun. Amma bəs bu dayın harada yaşayır? Peşəvarda. Bunu artıq demisən. O karandaşını kağızın üzərinə indirdi. Peşəvarın harasında, hansı rayonda, küçə, məhəllə? Leyla onu sarmış həyəcanı boğmağa çalışdı. Peşəvarda tanıdığı yeganə küçənin adını dedi. Cəmrod küçəsi. Küçənin adını mücahidlərin Kabilə gəlişi şərəfinə anasının düzəltdiyi ziyafətdə eşitmişdi. Yəqin Kontinental Mirvari Otelinin olduğu küçədir. Dayım bu haqda heç nə deməmişdir. Leyla fürsəti əldən verməyib dedi. Hə, həmin küçədir. Amma Kontinental deyəsən axı Xeybər küçəsindədir. Leyla koridorda ağlayan Əzizənin səsini eşitdi. Qızım qorxub deyəsən. Qardaş, izin ver onu götürüm. Yaxşı olar ki, cənab zabit deyəsən. Mən iş başındayam. İndi qızını gətizdirəcəyəm. Bəs dayının telefon nömrəsi necə? Varmı səndə? Hə, var. Daha doğrusu var idi. Hətta burkadan Leyla zabitin sınayıcı nəzərlərini hiss etdi. Özümü elə itirmişəm ki, heç nə yadımda deyil. Zabit burnundan dərin bir nəfəs aldı. Sonra dayısının, onun arvadının adını soruşdu. Neçə uşağı var, harada işləyir, neçə yaşındadır? Zabitin sualları Leylanı çıxılmaz vəziyyətə saldı. Zabit karandaşı stolun üstünə qoyub biraz irəli əyildi. Nadinc uşağını başa salan valideyn kimi dilləndi. Başa düşürsən, həmşirə, qadın evdən qaçırsa bu cinayətdir. Çox görmüşük, tək başına harasa gedirlər. Deyirlər ki, ərləri ölüb. Bəzən düz deyirlər, amma çox vaxt yalan deyirlər. Evdən qaçdığın üçün səni həbs edə bilərlər. Mənsiz də bunları bilirsən, yox?
Buraxın bizi, cənab. Leyla zabitin yaxasındakı kiçik lövhədə onun adını oxudu. Cənab Rəhman, adınız vicdan deməkdir. Onun xətrinə bizə lütf eləyin. 2 qadını buraxsan nə olar? Bizi buraxmağın nə ziyanı var ki? Cinayətkar deyilik biz. Buraxa bilmərəm. Lütfən, xahiş eləyirəm. Həmşirə, mən qanunu poza bilmərəm. Rəhman qətiyyətlə dedi. Qanun qaydanı qorumaq mənim vəzifəmdir. Ümidsizlikdən boğulan Leylanı gülmək tutdu. Əgər bizi arxaya qaytarsanız, bilirsiniz o bizimlə nə edəcək? Polis zabiti gözlərini ondan ayırmadan, hər kəs öz evinin ağasıdır, özü bilər. Onda qanun nəyə gərəkdir, cənab Rəhman? Qəzəbdən Leylanın göz yaşları Leysana döndü. O vaxt sizin qanun qaydanız köməyə yetişərmi? Biz ailə işlərinə qarışmırıq, həmşirə. Əlbəttə qarışmazsınız, çünki kişinin xeyrinədir. Budur ailə işi. Polis stolun arxaya çəkib ayağa durdu. Geyimini sərgiyə saldı. Söhbətimiz qutardı. Amma deməliyəm ki, həmşirə, hər şeydə siz özünüz günahkarsınız. İndi isə gedin. Leyla etiraz etdi. Qışqırmağa başladı. Zabit 2 polis çağırıb onu bayıra çıxartdı. Məryəmin dindirilməsi isə az çəkdi. O Leylanın yanına gələndə əsim-əsim əsirdi. Mənə o qədər suallar verdi ki, bağışla Leylacan, mənim bu işlərdən sənin kimi başım çıxmır. Bilmirdim nə cavab verim ona. Sənin günahın yoxdur burada. Leyla əlacsız halda dilləndi. Bunu mən eləmişəm, mənim günahımdır bu. Hamısı mənim günahımdır. Polis maşını onları evinə gətirəndə axşam saat 7-yə işləyirdi. Leyla və Məryəm maşında gözləməli oldular. Bir mücahid əskər də onların yanında. Sürücü maşından çıxıb həyət qapısını döydü. Birazdan o qapıda Rəşidlə danışırdı. Sonra qadınlara əl eləyib maşından düşmələrini əmr elədi. Bu da sizin eviniz, deyə mücahid əskər dilləndi. Bir siqaret yandırdı. Sən, Rəşid üzünü Məryəmə tutdu. Sən burada gözlə. Məryəm dinməz söyləməz divanda oturdu. Sən isə küçüyünü götür yuxarıya. Rəşid Leylanın dirsəyindən tutub pilləkənlərə sarı dartdı. O hələ iş ayaqqabılarında idi. Görünür işdən indicə gəlmişdi. Pillələrin başında Leyla ona sarı çevrilir. O istəmirdi. Mən onu məcbur elədim, dedi. O getmək istəmirdi. Leyla ona dəyən yumruğu heç görmədi. Zərbədən 2 qat oldu. Nəfəs ala bilmirdi. Rəşid onun saçlarından yapışdı. Leyla gördü ki, o biri əli ilə əzzəni yuxarı qaldırıb. Qızının ayaqqabıları ayağından çıxdı. Kiçicik ayaqları havada yellənirdi. Leylanın saçları başından qopurdu. Dəhşətli ağrıdan gözlərindən yaş axırdı. Rəşid təpiklə vurub Məryəmin otağının qapısını açdı. Əzzəni çarpayının üstünə atdı. Sonra Leylanın saçlarını buraxdı. Ayaqqabısının iti burnu ilə onun yançağını təpikləməyə başladı. Leyla dəhşətli ağrıdan bayıldı. Rəşid qapını çırpıb çıxdı. Arxadan açarla bağladı. Əzzə hələ də ağlayırdı. Leyla ağrılar içində qıvrılır, nəfəs ala bilmirdi. Sonra birtəhər iniltilərini boğub qızının ağladığı çarpayıya tərəf süründü. Axır ki, əli ilə uşağa çatdı. Aşağıda tarab durub başladı. Rəşid Məryəmi döyürdü. Özünə xas şəkildə, xüsusi bir üsulla. Biri döyür, biri döyülürdü. Söymədən, qışqırmadan, xahiş yox, yalvarış yox. Yalnız tapdı. Leyla qızını qucağına götürdü. Uşağın paltarı sidik içində idi. Aşağıdakı əvvəlki qaçdı, tutdu səsləri kəsildi. İndi də elə bil kimsə taxta toxmaqla ət döyürdü. Birdən həyətə açılan qapının səsi gəldi. Qapı zərblə açıldı, zərblə də örtüldü. Leyla əzzəni yerə qoyub pəncərədən həyətə baxdı. Rəşid Məryəmin boynunun arxasından tutub həyətə dartırdı. Məryəm ayaqyalın idi, 2 qat əyilmişdi. Rəşidin əlləri Məryəmin üz-gözü, boyun-boğazı qan içində idi. Əynindəki paltarları cırıq-cırıq idi. Məryəm, bağışla məni. Leyla bağlı pəncərənin arxasından qışqırdı. Rəşid Məryəmi həyətdəki emalatxanasına apardı. Onu içəri itələyib özü də arxasınca girdi. Sonra yenidən bayırda göründü. Əlində çəkic, 1-2 uzun taxta vardı. Qapının rəzəsini salıb açarla bağladı. Birazdan evin arxasından nərdivanı tapıb gətirdi. Divara dayayıb yuxarı çıxdı. Leylanın həyətə baxdığı pəncərəyə qalxdı. Əlindəki taxtaları pəncərəyə mıxlamağa başladı. Zil qaranlıq idi, göz-gözü görmürdü. Bir işıq, bir parıltı yox idi. Rəşid taxtaların arasını da nə iləsə doldurmuşdu. Qapının arxasına ağır bir şey qoymuşdu. Altından da işıq gəlmirdi.
Vaxtı gözlə bilmək olmurdu. Əlac qulaqlarına qalmışdı. Leyla azan səsindən, bir də xoruzların banlamasından səhərin açıldığını təxmin eləyirdi. Aşağıda mətbəxdən qab-qacaq səsi gələndə, radio oxuyanda bilirdi ki, axşamdır. Birinci gün onlar qaranlıqda bir-birlərini yalnız hiss edirdilər. Əzzə ağlayanda ya da iməkləyəndə Leyla onu görmürdü. Azanın səsi ikinci dəfə gəldi. Amma Rəşid onlara hələ heç nə verməmişdi. Ən pisi, su da verməmişdi. Həmin gün dəhşətli isti var idi. Ev təndir kimi bürkü verirdi. Leyla qupquru dodaqlarını dili ilə islatdı. Bayırdakı su quyusu, sərin su yadına düşdü. Əzzə hey ağlayırdı. Leyla onun yanaqlarını sildi. Amma bəs göz yaşları hanı? Leyla dəhşətlə anladı ki, qızının yanaqları qupqurudur. O tez Əzzənin paltarlarını cırdı. Ona bir şeylə məşğul eləmək haqqında fikirləşdi. Onu əlində fırladır, bədənini üfürürdü. Sonra hiss etdi ki, öz başı hərlənir. Əzzəni yuxuya apardı, yoxsa mürgülədi, Leyla bilmədi. Hər nəsə, uşaq sakitləşdi. Həmin gün Leyla bir neçə dəfə divarı yumruqladı. Var gücü ilə çığırıb kömək istədi. Amma qonşulardan kimsə onu eşitmədi. Leyla evin üstündən atılan raketlərin səsinə oyandı. Sonra yenə gözlərini yumdu. Bir də koridordan gələn Rəşidin ağır addım səsləri onu oyatdı. Qapı tərəfə dartındı. Ovucuları ilə qapını döyməyə başladı. Heç olmasa bir stakan su ver. Mənə yox, ona. O günahsız körpənin qanı sənin əlindəndir axı. Rəşid məhəl qoymadı, ötüb keçdi. Leyla xahiş etdi, yalvardı ki, onu bağışlasın. Sonra söydü, lənətlədi. Rəşidin qapısı örtüldü, radionun səsi gəldi. Müəzzinin səsi üçüncü dəfə gəldi. Yenə dəhşətli istidir. Əzzə tam taqətsizdir. Daha ağlamır, amma tərpənmir, iməkləmir də. Leyla qulağını tez-tez Əzzənin ağzına yapışdırır. Qorxurdu ki, birdən nəfəsi kəsilər. Allaha şükür nəfəsi gəlirdi. Amma adi bir hərəkətdən özünün başı gicəllənirdi. Yenə yuxu aparırdı onu. Yadında qalmayan yuxular görürdü. Ayılanda tez özünü Əzzənin üstünə atırdı. Bir şey aydın idi ki, onlar burada öləcəkdilər. Amma ən çox qorxduğu o idi ki, Leylanın qızından çox yaşayacaqdı. Axı Əzzə elə zəif, elə taqətsiz idi ki, artıq neçənci dəfə yuxu aparırdı onu. Bir də ayılırdı, bir də yatırdı. Yuxu ilə ayıqlıq arasında sərhədlər də itmişdi elə bil. Bu dəfə onu yuxudan oyadan nə azan səsi idi, nə də xoruzların banlaması. Qapının arxasında nə isə ağır bir şeyi gürültü ilə çəkirdilər. Birdən qapı açıldı. Otaq işığa qərq oldu. Leyla əlini gözlərinə tutdu, başını qaldırdı. Qulağının dibində Rəşid fısıldadı. Bir də belə bir şey eləsən, harda olursan ol, taparam səni. Peyğəmbərin adına and içirəm ki, axtarıb taparam. Onda bu lənətə gəlmiş ölkədə heç bir məhkəmə sizi mənim əlimdən xilas eləyə bilməyəcək. Əvvəlcə Məryəmi öldürəcəyəm, sonra uşağı, axırda da səni. Hər şey də sənin gözlərinin qarşısında baş verəcək. Başa düşürsən? Məcbur eləyəcəyəm ki, gözlərinlə baxasan. Bu sözləri deyib Rəşid otaqdan çıxdı. Bu hadisədən 2 il yarım keçdi. Sentyabrın 27-sində Məryəm küçədən gələn səslərə oyandı. Camaat fit çalır, qışqırır, atəşfəşanlıq edirdi. Musiqi çalınırdı. O qonaq otağına qaçdı. Leyla artıq pəncərədən baxırdı. Əzzə də kürəyində. Leyla ona sarı çevrilib gülümsündü. Taliblər gəlirlər, dedi. 2 il yarım qabaq həmin o uğursuz qaçış cəhdindən sonra Leyla da, Məryəm də Rəşidin gözündə eyni adam olmuşdu. Deyirdi ki, bu zavallılar onsuz da onun gözündən düşüb. Onlara zərrə qədər rəğbəti yoxdur. Yalnız nifrətə layiqdirlər. Qadınların yanında danışarkən Məryəmə elə gəlirdi ki, Rəşid öz-özünə danışır. Taliblərdə olan şey mücahidlərdə yoxdur, Rəşid deyirdi. Taliblər birgə hərəkət eləyirlər. Qoy gəlsinlər. Mən hamıdan əvvəl onların ayaqlarına gül çiçək səpəcəyəm, deyirdi. Ertəsi gün onlar dördü də şəhərə çıxdılar. Rəşid deyirdi ki, gedib cəmaatla bir yerdə təzə həyatı, təzə rəhbərləri alqışlayaq. Adamlar 2-1, 3-1 dağılmış evlərdən çıxıb bir-birinə qoşulur, küçələrə axışırdılar. Hər yandan Allahu Əkbər sədaları ucalırdı. Kimsə pəncərəsindən asdığı ağ mələfənin üstündə Zindabad Taliban, yəni yaşasın Taliban şüarını yazmışdı. Taliblər ciddi sürətdə hər şeyə nüfuz etdikcə Leyla sevinirdi. Nə yaxşı ki, Babi sağ deyil. Bunların işləklərini görmür, yoxsa ürəyi partlayardı.
Əllərində külün kərki olan adamlar Yarovçuq Kabil muzeyinə girib İslamdan əvvəlki mədəniyyətin nişanələri olan abidələri sındırır, dağıdırdılar. Universitet bağlanmış, tələbələr evlərinə göndərilmişdi. Divarlardan şəkillər götürülür, xəncərlə doğranılır, məhv edilirdi. Televizorları sındırırdılar, kitablar yandırılır, kitab dükanları bağlanırdı. Onlar kinoteatrları bağlayırdılar. Kabilin qədim musiqi arenası olan Xarbat da indi sükuta dalmışdı. Musiqiçilər döyülüb həbs olunmuşdu. Taliblərin yenilikləri Rəşidi elə də narahat etmirdi. O taliblərə qarşı iltifatlı idi. Rabiə Bəlxi xəstəxanasının qəbul otağı burkalı qadınlarla, uşaqlarla dolu idi. Otağın havası çox ağır idi. Tavandakı ventilyator da işləmirdi. Məryəm Leylanı rəngi getmiş, bozarmış divarın yanında əyləşdirdi. Leyla hər iki əli ilə qarnını tutub irəli-geri yellənir, zarıldayırdı. "Biraz döz, Leylacan, indi sənə baxdıracağam, söz verirəm," Məryəm dedi. "Tez ol," Rəşid onu tələsdirdi. Tibb bacısı onları içəri çağıranda artıq hava qaralmışdı. Doğuş otağında 8 çarpayı var idi. Leylanın bir oğlu doğuldu.